Bir oyunda 4 tane komandamız oynadı, 4 birinci çıkıldı olanda. Ümumi demək 7 futbolçu, Azərbaycanlı futbolçu meydançaya çıxmışdı. 4 komanda 7 futbolçu. Yəni bir komanda toplanmır. Toplanmır. Yəni bu mən ona görə deyirəm ki, bizim getdikcə faciə gedir. Biz məsələn keçən il limit vardı, 7+4 idi. Demək Zirə də bir demək olar ki, play-offa qədər gəlib çatmışdı. Artıq nəticə də var. Çünki yerli uşaqlar da vardı orada, oynayanlar vardı. O biri klublar da demək ki, bir məhəllə deyən keçən də vardı, amma nəticə bu ilkindən daha qənaət bəxş edir keçən il. Halbuki yerli futbolçular bu il isə götürülür. Mən də sual verirəm ki, qardaş, gətirilən futbolçu vardı. Deyək ki, 11 futbolçu ümumi kluba, bir kluba. Rüsum ödəməklə 85.000 manata başa gəlir. Ondan sonra 12-ci, 13-cü deyək ki, məsələn üçün gəlir 100.000 olmalı, ödənilməli. Sonraki mərhələdə artıq futbolçuya 200.000 rüsum ödənilməli ki, bu klubda oynasın. 85.000 ödəyir, deyək ki, bir-iki dənə də əlavə götürür, 100.000-dən ödəyir, büdcəsi var. Gətirilən futbolçunun heç bir məşqçi kənarda otuzdurmaz. Çünki ondan sorğu da sual olacaq ki, sən bu qədər pul verib gətirmirsən, bu niyə ehtiyatda otuzdurursan? Yəni, sual çıxır da məşqçilər. Və heç bir məşqçidə o gətirilən futbolçu olduğu halda yerli futbolçunu oynatmaz. Bir dənə baxın, heç bir futbol klubu öz akademiyasından futbolçu çıxarmır, tək Qəbələdən başqa. Ona bağlanır. Burada da ümumi tam Qəbələ akademiyası bağlanmır, bir neçə yaş qrupunu bağlayırlar. Amma əvvəlki il proses ona doğru gedir. Bəli, əvvəlki onlarda proses nə idi? Onlarda məsələn üçün baza vardı, regionlardan futbolçular gətirirdi, orada qalırdılar, məktəbləri vardı, yemələri, içmə, hər şeyləri və məşqləri də gedib gəlirdilər. İndi artıq o proses yoxdur. Yəni ora artıq maliyyə ayrılmır. Sadəcə olaraq yerli uşaqlar kim varsa onların üstündə işlənəcək. Bu da hər halda getdikcə artıq əgər bu belə davam eləsə, demək ki, akademiyada bağlanacaq. Necə ki, bizim ümumiyyətlə heç bir akademiyadan normal futbolçu çıxmır.